Xoş gördük əziz dinləyicilər. Yuxarıdakı şəkildə görürsünüz ki, artıq göydə olan bütün nəqliyyat növləri demək olar ki, Azərbaycan üzərindən hərəkət edir. Çünki bizim şimalımızda bir şeytan yuvası Rusiya varsa, cənubumuzda da bir İran var. Yəni bunların Azərbaycana qarşı fikirləri, necə deyirlər, siyasətləri həmişə bədniyyət olub, həmişə Azərbaycan xalqının əleyhinə, Azərbaycan dövlətinin əleyhinə olub ki, bu günə qədər hətta Rusiya ağır vəziyyətdə olsa belə, bu günlərdə siz Zaxarovanın və digərlərinin simasında və ifasında Azərbaycana təhqir dolu fikirləri, hətta Arsaxın yenidən dirilməsi məsələsini də ortaya qoyduqlarını gördünüz. Və cənubumuzda İran da həmçinin eynən Rusiya kimi siyasət yürüdüb, həmişə Azərbaycanın müstəqilliyinə qarşı qarayaxmalar edib, onun torpaqlarına qarşı iddialar edib. Azərbaycan 91-ci il müstəqilliyindən bəri Azərbaycan səmalarında həmişə İran təyyarələri təhdid edib və Rus şahinləri gəlib bunun qarşısını alıblar və s. və ilaxır. Biz bu münasibətləri görmüşük və bilirik. Bu günlərdə yəni o deməyim ondan ibarətdir ki, biz artıq görürsünüz yuxarıdakı şəkildə də nəqliyyat bizim üzərimizdəndir. Eynən quru nəqliyyatı da bizim üzərimizdən olmalıdır və biz hara aid olduğumuzu görürsünüzmü? Biz dünyanın, biz inkişaf edən dünyanın bir koridorundayıq və ona görə də bizə Avropa kimi müttəfiqlər lazımdır ki, biz bu alovlardan uzaqda dura bilək. Bu birinci məsələ. İkinci bir məsələ, İrandakı vəziyyət davam edir və Trumpın bildirdiyinə görə siz tabi olmalısınız və kapitulyasiya getməlisiniz deyə yenidən bir ultimatum göndərdi İrana və artıq B2 təyyarələrini də, B2 bilirsiniz ki, radarlara düşməyən 13 tonluq silahlardan istifadə ilə, mərmilərdən istifadə edən bir silahdır ki, biz İranı darmadağın eləyərik deyə hazırlıqları keçir. Bununla bərabər, həm də mən sizə bir məsələ, sosial və iqtisadi, siyasi daha doğrusu bir məsələ də demək istəyirəm ki, bu günləri İran artıq dövlət adamları müttəfiq axtarırlar. Biz regionda müsəlman müttəfiqləri yaradacağıq. Çox sağ olsun Pakistan bizə dəstək verdi. Baxın, Pakistanın da dəstəyi yoxdur ortada artıq Pakistanda. Çünki Pakistanın dəstəyi bir növ Çinə aid olan məsələdir. İranın indiyənə qədər Pakistanla belə münasibəti yaxşı olmayıb. İran həmişə öz qonşularını təhdid edib. Bu günləri İran müttəfiqsiz qalıb. Biz 44 günlük müharibədə kifayət qədər müttəfiqimiz vardı. Yenə də bizim əksimizə İran çıxış edirdi. Amma bu günləri özünə müsəlman qonşular axtarır. Sən öz qonşularınla müsəlman yadva düşdümü qonşuluq eləyəndə? İstər İraq olsun, istər Türkiyə olsun, istər Azərbaycan olsun, bir ildə 6 dəfə bizi təhdid edib, təlim keçirdiblər. Eynən Pakistana bilirsiniz ki, 2024-cü ildə raketlə vurdular və Pakistan da bunun cavab atəşini açdı. Sadəcə olaraq bu günləri Pakistan və Çin bilirsiniz ki, bir yerdə çıxış edirlər və aydındır ki, onların da təhlükəsi və qorxusu, onlar da bilirlər ki, bu müharibə alovu Çinə doğru gedir. Və bugün Pakistanın müəyyən mənada etirazları da əslində Çindən qaynaqlanan bir etirazlardır. Çünki həqiqətən İran dağılarsa bilirsiniz ki, biz bu barədə demişik, region üçün fəlakətdir. Amma demək istədiyim məsələ ondan ibarətdir ki, elə bir siyasət aparmaq lazım idi ki, bu günləri qonşu müsəlman ölkələrinə yalvarmayasan, bu gün qonşulara yalvarmayasan. Bu gün İran faktiki surətdə ortada təkdir. Hətta ən yaxın olan Çindən belə səs çıxmır. Rusiya ondan kənarda söhbət edir və hətta İran ona qəzəblənir. Bir dənə Pakistan da yenə Çinin siyasətinin əslində yürüdür burada. Çünki onun Bəluc problemi var. Yəni İranın dağıdılması, İranın vurulması məsələsi daha ciddi etaba, daha ciddi mərhələyə keçir və bunun qarşısında mən inanmıram ki, hər hansı bir Çin və yaxud da Pakistan dursun, sadəcə olaraq öz fikirlərini bildirə bilərlər. Çünki fikirləri bildirmək də normaldır. Çünki Çin də, Pakistan da bilir ki, İranda olan fəlakət onlara doğru gələcək. Çinin özünün yanacaqla təminatı 50%-ni İrandan təşkil edir. Ona görə də Çinin bu mənada narahat olmasını Pakistanın dili ilə bildirə bilər. Yəni bugünkü
vəziyyətin qiymətləndirilməsi ondan ibarətdir ki, İranın artıq bütün necə deyirlər, ən vacib obyektlərinə zərbələr davam edir. Bu günlərdə davam edib. Əlbəttə ki, İran da zərbələr atır, amma İranın müharibə başlayan indinə qədər atdığı hipersonik raketlərin artıq sayı azalmağı. Birinci 200 idi, sonra 150, sonra 100 və 75 və azalana doğru da gedir. Artıq yəni bu günləri İranın İsraili vurmaq imkanları yalnız hipersonik və ballistik raketlər üzərindədir ki, onun da artıq sayları azalır. Onların da tükəndirmə işləri gedir. Bunlar tükəndikdən sonra tam sürətlə zaten bugün İsrail İranın səmasına nəzarət edir və istənilən obyektləri də vurur və dağıdır. Əgər Amerika da bu məsələyə girərsə, bu günləri orada da artıq iclas keçirildi. Düzdür, nəticəsiz qaldı. Amma Amerika da bu məsələyə girərsə, məsələ tez bir zamanda bitmiş olacaq. Təşəkkür edirəm.